Salam dostlar, gördüyünüz kimi yenə qarşımda kitabla bu günləri sizə bu testi, yəni keçən dəfə də video paylaşmışdım. Bu testin davamını işləyəcəyik. Xatırlayırsınızsa biz keçən dəfə Qarğıçeşin mətnini oxuduq və testlərini işlədik. Sizə demişdim ki, mən sizə demişdim ki, əgər ki baxışınız yüksək olsa davam da çəkəcəm. Yəni 3 başa görə, bir videoya görə məncə 26 baxış çox superdir də məncə. Ona görə də bunun davamını çəkməyə qərar verdim. Amma bunda test yox, qayda var. Əgər çatdıra bilsəm, biraz buna qaydaya bir 2 dənə də test işləyərik. Əgər çatdıra bilməsəm də qalanını başqa videoda deyərəm. İlk öncə mətn haqqında bizə vermək istədiyim məlumat oxuyaq. Sonra isə mən sizə aydın şəkildə başa salaram. Mətn, ünsiyyət qurmaq və ya fikrini ifadə etmək məqsədilə bir araya toplanan cümlələrin əmələ gətirdiyi nitq vahidi mətn adlanır. Şifahi və yazılı ünsiyyət üçün ərsəyə gətirilən mənalı formadır. Müəllifin ifadə etmək istədiyi fikir bu mənalı nitq vahidi vasitəsilə çatdırılır. Mətn eyni fikir və mövzu ətrafındakı birləşmiş cümlələrin məcmusudur. Mətn cümlələrin leksik bağlılığı olduğu kimi qrammatik bağlılığı da var. Mətn ən böyük nitq vahididir. Mətn anlayışının izahında mübahisəli bir məqam mətnin ən az neçə cümlədən ibarət olmasıdır. Mütəxəssislərin əksəriyyəti mətnin ən az 2 cümlədən ibarət olduğunu düşünürlər. Lakin yadınızda atalar sözlərinin aforizmləri, şüaları saldıqda bu geniş yayılmış fikirlə razılaşmaya bilərik. Mətnin bir məzmuna və müəyyən formaya malik olduğunu nəzərə alaraq bir cümlədən ibarət atalar sözlərində də baxaq. Bədii janrlar daim dəyişməkdə, yenilərini də baxaq. Bədii janrlar daim dəyişməkdə, yeniləri yaranmaqdadır. Bir sətirlik şeir, bir cümləlik hekayənin yazıldığı bu dövrdə mətnin ən az neçə cümlədən ibarət olması mübahisəsi obyektdə olmalıdır. Lakin şagirdlər hər gün müəyyən həcmdə müxtəlif xarakterli və üslublu malik mətnlər oxuyur. Özləri bu esse, inşa, hekayə kimi yazı oxuyur. Özləri də esse, inşa, hekayə kimi yazı növlərini mətn tərtib edirlər. Mətnin əsas əlamətləri bu baxımdan müəyyənləşdirəcəyik. Mətn əlamətləri. Mətndə cümlələr məna və qrammatik cəhətdən bağlı olur. Mətnin bağlılığı var və yaxud ona başlıq vermək mümkündür. Mətn 3 hissədən ibarətdir. Giriş, əsas, nəticə. Nəticə sonluq kimi yazma saxladım, ona görə biraz taşdım. Mətnin bütün cümlələri eyni mövzuya aiddir. Demək, indi mən sizə buradakı bizə vermək istəyir bilgiləri oxudum. Sonra isə sizə bunun qısa izahını verəcəm, daha aydın şəkildə. İndi mətnin yəqin nə olduğunu bilirsiniz. Ünsiyyət qurmaq və ya fikrini ifadə etmək üçün cümlələr toplumudur. Yəni mətndə çoxlu cümlələr olur. Şifahi və yazılı ünsiyyət üçün ərsəyə gətirilən mənadır. Yəni mənaların formalaşmasıdır. Yəni danışma, nitq bacarığımız və ya yazı bacarığımızı artdırır. Sonra mətndə həm də ki, mətnlərdə müəllifin bizə ifadə etmək istədiyi fikri nitq hissələr vasitəsilə çatdırılır. Məsələn, atalar sözləri, nəsillər, mətnlərdə və yaxud başqa şeylərlə, yəni nitq hissələrindən də bizə çatdırılır müəllif. Mətnə bizə nə ifadə, məna vermək istədiyini. Mətn eyni fikir və yaxud mövzu ətrafında birləşmiş cümlələrin məcmusudur. Yəni eyni cəhətdəndir, yəni topluda eyni mənanı ifadə edən. Mətndə cümlələrin leksik bağlılığı olduğu kimi qrammatik bağlılığı da var. Leksik bağlılıq odur ki, yəni bir-birinə Yəni leksik bağlılıq odur ki, mətnin ifadə etdiyi, yəni
Yəni mətndə ifadələrin bir-birlərinə uyğunluğudur. Qrammatik bağlılıqda odur ki, məsələn mətndə vergüllə bir-birlərinə bağlanır cümlələr və ya tirəylə, defislə, vergüllə, yəni məsələn dırnaq işarəsi ilə ya məsələn Monsenyor yazır. Monsenyor mətndə Monsenyor bir adam adı olduğuna görə bu dırnaq işarəsi ilə də verilə bilər, vergüllə də verilə bilər. Bu qrammatik bağlılıq olur. Mətn ən böyük nitq vahididir. Mətn ən böyük nitq vahididir. Yəni o mətnin içində burada da zaten deyirdik ki, leksik bağlılığı da var mətnin içində. Qrammatik bağlılıq da var. Və məsələn vergül də ola bilər, defis də ola bilər, nida da ola bilər. Yəni əvəzlik də var mətnin içində. Buna görə ən böyük nitq vahidi adlanır. Mətn anlayışının izahında mübahisəli bir məqam mətnin ən az neçə cümlədən ibarət olmasıdır. Mətn yəni neçə cümlədən ibarətdir? Yəni burada da deyir ki, alimlər deyir ki, ən çox mətnlərini araşdırıblar ki, ən çox 2 cümlədən ibarətdir. Amma bu yəni təsdiqlənmiş bir məqam deyil də. Məsələn, şagirdlərdə mətnləri oxuyarkən atalar sözlərdə 1 cümlə, 2 cümlə atalar sözləri də var, mətn məzmunları da var. Yəni bu tam dəqiqləşdirilmiş qərar deyil də. Mətn əsas əlamətləri də məsələn mətndə cümlə, məna və qrammatik cəhətdən bağlı olur. Yəni mən bayaq burada qrammatik bağlılığı izah elədim. Burada bunu da yəni daha aydın şəkildə deyib. Yəni mətn cümlələrin məna və qrammatik cəhətdən bağlı olur. Yəni vergüllə bir-birlərinə bağlı olur. Məsələn tirəylə, onlarla, yəni nitq hissələri ilə bir-birlərinə bağlı olurlar cümlələr. Mətnin başlığı və yaxud ona başlıq vermək mümkündür. Məsələn, mətnin adı məsələn bir dənə mətn, qayğı çəkinənə, Jean Valjean. Bu mətnlərin başlıq hissələridir. Yəni adlarıdır mətnlərin. Mətn 3 hissədən ibarətdir. Giriş, əsas, nəticə. Məsələn, burada Jean Valjean mətni var və yaxud kitabda olan qayğı çəkinənə mətnini göstərim. Məsələn, qayğı çəkinənə mətnində burada obrazların təqdimatı, özlərini göstərməsinə qədər burada giriş hissi olur. Orada artıq obrazın başına gələn hadisədə onun tapılmağına yaxın olan cümlə əsas olur və orada artıq obrazın başına gələn hadisənin bitməsi, burada isə bu artıq sonluq hissi olur. Yəni cəmi 3 hissədən ibarət olur. Ona ki, əşaratların başı, gövdəsi olur. Mətnlər də eyni elədim. Mətndə bütün cümlələr eyni mövzuya aiddir. Yəni o deməkdir ki, mətndə bütün cümlə. Məsələn, indi siz deyirsiniz ki, qayğı çəkinənəni oxuduq da biz. Məsələn, qayğı çəkinənədə burada nərədən danışır, İlyasdan danışır. Bura gətirib Jean Valjeanı və yaxud başqa bir Nərgizi bura qoymaq olaraq burada qayğı çəkinənə və İlyasdan danışır da. Sadəcə bu 2 insan toplumu arasında bu mübadilə baş verə bilər də. Mətndə bu mövzuya aid ola bilər. Burada başqa bir şey gətirib qoya bilmərik ki, deyir ki, qayğı çəkinənə şeydir, İlyasın paltarlarını tərtəmiz edirdi. Onun ardından gəlib qoya bilmərik ki, Nərgizi adını. Ona görə, yəni eyni mövzuya aid olurlar. Mən mətn bildikçi odur ki, qrammatik bağlılığı və leksik bağlılığı olur. Cəmi 3 hissədən ibarət olur. Mətnə adlıq verə bilərik. Mətn bütün cümlələrə eyni mövzuya aid olur və müəllifin bizə çatdırmaq istədiyi əsas bir fikir olur. Yəni mətn budur. Mətnin hissələri, giriş, əsas və nəticə. Burada bizə məlumat verir. Məlumat oxuyum. Hər əsərdə olduğu kimi hər hansı bir hadisəni özündə əks etdirən mətndə giriş, əsas və nəticə, sonluq kimi hissələr də vardır. Yəni burada mən sizə onu daha öncədən izah elədim. Qayğı çəkinənə mətnə misal çəkərək göstərdim də. Sonra mətnin giriş hissəsi var, mətnin əsas hissəsi var, mətnin nəticəsi, sonluğu var. Sonra onları izah edəcəm. Sonra hərəsində bir nümunə var burada. Onları da deyəcəm.
Demək, mətnin giriş hissəsi odur ki, giriş hissədə, yəni əsas iştirakçıların özləri haqqında məlumatları olur, özləri haqqında məlumat verir. Məsələn, Qayğıkeş nənəyə verib ki, o tərtəmiz köynəkləri səliqəli ütüləyərdi. Yəni təmizkar qadını idi da. Uşaqlara, yəni İlyasa, orada universitet tələbələrinə paltarlarını yuyurdu, onların əziyyətini çəkirdi. Burada obrazlar haqqında toplu bir məlumat verilir. Ümumi məzmunla, yəni ümumi məzmunla giriş hissə ilə bağlı ümumi məlumat verilir burada. Yəni obrazlar kimlər olacaq, hansı obrazda olacaq, bunlar verilir. Sonra isə bölümlərə əsasən sonluq, yəni əsas sonluq hissə isə fikirlərə açıqlıq gətirilir və yekun qərara varılır. Yəni giriş və əsas və sonluq hissəyə dair bir məlumat verilir qısada. Məsələn, bədii ədəbiyyatda həyatı obrazlarda əks etdirən bir sənətdir cümləsi mətnin giriş hissəsinin iç cümləsi ola bilər. Daha aydın olur, daha çox mətnin giriş hissəsi, yəni obrazlar haqqında məlumat olur, daha aydın da olur. Sonra mətnin əsas hissəsi mətnin ən böyük hissələrindən olur. Yəni əsas hissə ortalarda o qəhrəmanın obrazının başına gələn hadisə, bu hadisənin həll yolunun tapması, müqayisəli fikirlərdən bənzətmələr və sairəndə priomlardan da istifadə edirlər. Əsas hissə giriş hissədən yer verilən fikirlərin məzmun şəklində aydınlaşdırıldığı, əlavə məlumatla genişləndirildiyi bölümdür. Yəni burada əsas hissədə, giriş hissədə yer verilir. Yəni ikisindən də danışılır. Bir mətnin girişindən, bir əsas hissədən danışır, bir də sonluq hissədən danışır. İkisinə də məlumat verir. Cümlələr çox zaman mətn əsas fikrinin müəyyənləşdirilməsində böyük rol oynayır. Deməli, daha çox əsas fikirlərin müəyyənləşdirilməsinə böyük rol oynayır əsas hissə. Mətnin nəticəsi, yəni mətndən çıxan nəticə sonluq hissəsidə giriş hissədən ortaya qoyulan əsas hissə inkişaf edilib açıqlığa gətirilən mövzunun yekunlaşdırılması, yekun hissəsi. Yəni bütün dediyimiz əsas girişdən yəni nəticə toplayır, hamısını bir yerə toplayıb sonluqda bizə məlumat verir. Məsələn, mən deyirəm ki, məsələn, bir dənə mətn deyim. Məsələn, mən dostuma hədiyyə almaq istəyirəm. Mənim başıma belə hadisə gəlir. Özümü tanıdıram. Amma əsas hissədə necə oldu? Yəni o necə qızı idi? Mən necə hədiyyə aldım? Bunlarla, yəni yekun ikisindən də qatılır. Yəni giriş hissədən də həm əsas hissədən də ikisindən bir yerdə sonluq hissədə toplu nəticə çıxarılır. Məsələn, insan öz vətənini sevir. Giriş hissəni belə, məsələn, belə eləyə bilərik. Mətndir bu. Belə yaza bilərik. Körpələr beşiyinin uşaqlar oyun oynadıqları yeri, gənclər yaşadıqları bölgəni, yaşlılar istirahət etdikləri yeri, övlad anasını, ata öz ailəsini hansı duyğularla sevərsə, insan da öz vətənini eyni hisslərlə sevir. Demək, bu nümunə əsasən giriş hissəsi belə ola bilər. Yəni atadan məlumat verir, anadan məlumat verir, mətndən məlumat verir. Sonra əsas hissə isə bu duyğular isə səbəbi olmayan təbii hissələrdən ibarət deyil. İnsan öz vətənini sevir. Çünki Allah insana bəxş etdiyi hədiyyələri ən dəyərlisi olan həyat vətənin təmiz havasını tənəffüs etməklə başlayır. İnsan vətənini sevir. Çünki Allahın İnsana bəxş etdiyi ən gözəl hədiyyələrdən biri olan göz görər görməz vətən torpaqları görər. İnsan vətəni sevir çünki vücudunun ibarət olduğu maddələrin biri vətənin bir parçasıdır, torpaqdır. İnsan vətəni sevir çünki ətrafında baxdığı hər yer dömrünün keçildiyi xoş anlar və xatirələr xatırlayır. İnsan vətənini sevir çünki burada davamda var. Yəni düşünürəm sizə aydın olur, davamda oxumağa ehtiyac yoxdur. Mən sizə bir iki nümunədə göstərmək istəyirəm. Yəni iki dənə falan da şey də demək istəyirəm. Burada iki dənə falan
tapşırıq da əldə eləmək istəyirəm, test etmək istəyirəm. Yəni əsas hissədə məsələn gördünüz burada deyir ki, körpə beşiyini, uşaqlar, oyun. Yəni burada da insan vətənini sevir deyir. Burada da əsas hissədə insan niyə görə vətənini sevir? Bunu daha aydınlaşdırır. Uşaq niyə oyunu sevir? Bunu daha aydınlaşdırır. Yaşlı niyə istirahət etdiyi ölkəni sevir? Bunu aydınlaşdırır, yəni əsaslaşdırır. Nəticədə isə buna görədir ki, insanlıq tarixinin hansı səhifəsinə baxılarsa baxılsın, hər millətin adsan qazanmış yüksək fikir və fəzilət əxlaqına sahib olmuş şəxsiyyətlərin hamısı vətən sevgisi, dünya işlərini üstün tutmuş və bir çox vətən yolunda canlarını fəda etmişdir. Bu nəticədir, yəni sonluq hissədir. Baxın gördünüz, buradan da biraz məlumat verdi. Əsas hissədən də biraz məlumat verdi. Axırda öz fikrini toplayıb cəmlədi burada nə demək istədiyini. Və ən sonunda da yəni təbii ki, mətnlərin hamısının bir yazarı olur. Məsələn, bunda Namiq Kamal yazıb bu mətndə. Burada bir dənə tapşırıq var. Yer verilmiş sözlərdən hansı qayğı çəkilən mətnin açar sözləri ola bilər. Həmin sözləri müəyyən edib kağızda yazın. Yəni 1, 2, bir uyğun ola bilər, bir uyğun ola bilməz. Demək, uyğun olanları yaza bilərik. Camaşır. Yəni camaşır o deməkdir ki, kirli paltar, yəni təmiz paltar, paltar yuyan maşın bu mənada verə bilər. Yəni ona görə camaşırı biz uyğun ola bilər, yəni qoyacağıq. Təhsil də, yəni uşaqlar təhsil alırdı. Orada universitet tələbələri, uşaqlar deyirəm, amma universitet tələbələri də burada təhsil alırdı. Ona görə bunu uyğun olaraq eləyə bilərik. Çuxur, yəni burada çuxura aid məlumat yox idi ki, dərinliyə aid məlumat yox idi. Ona görə ola bilməzə qoyuruq. Buğda da belə bir məlumat yox idi. Ona görə bu da ola bilməz. Yaxşılıq nənə axı universitet tələbələrinə yaxşılıq eləyirdi. Ona görə bu birə gedəcək. Yəni uyğun ola bilə gedəcək. Ola bilərə gedəcək. Peyvənd, yəni burada xəstəliklə bağlı heç nə yox idi. Ona görə düşünürəm ki, yəqin ki bu, yəni uyğun olmaza gedəcək. O bir şey düşünürəm ki, yaxşı izah edə bildim. Ümid edirəm ki, anladınız. Zəhmət olmasa dəstək olmaq üçün abunə olub, like atmayı unutmayın. Sağ olun. Əgər bana da çox baxış gəlsə dediyim kimi, bundan sonraki testləri də bir yerdə işləyərik. Sizə aydın izah edə bilirəm, deyirəm ki, əgər ki yorumlarda açıq olsa, bunları bu izah etdiyim qaydalara aid də tam başa düşməmişsə, bir aydınlıq, qaranlıq qalan bir məqam varsa, onu da qeyd edə bilərsiniz. Yəni ümid edirəm ki, YouTube şərhləri açıq eləyər. Siz də suallarınızı yaza bilərsiniz. Sağ olun, hələlik.